Allahın salamı, rəhmət və bərəkəti olsun Əhl-i Beyt aşiqlərinə. Neçə gündür ki, 6 gündür, 7 gündür ki, biz nələr yaşadığımızı göz qabağındadır. Allah lənət eləsin bu müharibə tərəfdarlarına. Niyə bu müharibə sevənlər bu qədərinə sevinirlər? İranın məhvinə mi, körpə uşaqların qırılmağına mı? Bax, Fələstində gördünüz ki, uşaqlar qırıldı, körpələr, qocalar qırıldı. İsrail bombardman elədi. Suriyanı yenə də həmçini. Onlar sünni məzhəbləri idi hamısı. Amma ki, hamı ayağa qalxdı, hamı ağladı o körpələrin qırılmağına, uşaq qatillərini lənətlədilər. İndi bəs nətər olur ki, buradan bura qonşu dövlətük, canımız bir, qanımız bir, o tay Azərbaycan, bu tay Azərbaycan. Nə deməkdir? O tay, bu tay yoxdur. Azərbaycan bütöv Azərbaycandır. Bizim canımız yarımız orada, yarımız burada. Amma ki, orada qırılanlara sevinirik ki, hə, yaxşı oldu, İran belə oldu, İran hel oldu. İranı düşmən kimi qələmə veririk. Niyə? 92-ci ildə mən özümün gözümün şahidiyəm. O ki, müharibə dövründə ki, oldu. Qaçqınlar yox demirəm, qaçqın demirəm, məcburi köçkünlər ki, gələndə düz 25 ailə bizim evdə məskunlaşdı. Onda bir ev tikmişdik təzə, 9 otaqlı, 10 otaqlı. Onun hamısını Füzuli, ondan sonrasına Cəbrayıl qaçqınlarına, bu biri evimizi Zəngilan, onu Qubadlı qaçqınlarına hamısını təmənnasız verdik. 1 ilə qədər yaşadılar. Onların o gecə İrandan keçib gəlməkləri mənim gözümün qabağındadır ki, yarısı buradaydı ailənin, yarısı Zəngilandaydı. Gecə yarısı ki, Kamaz maşında ki, gəldilər, töküldülər, suyun içində arazı keçiblər. O qış ayıydı. Arazı keçiblər suyun içində, İrandan keçib gəlmişlər. İranlılar kömək eləmişdi keçmişdi. İranlıların köməyi olmasaydı, o Qarabağ zonasında bizim 400 mindən yuxarı əhalimiz həmən günü məhv olacaqdı. Bunları yaddan çıxartmaq olmaz. Nə qayrasa, necə düşmənçilik eləyərsən, yenə əti ətinnəndir, qanı qanundandır. İndi sözüm onda yox. Yəni ki, İranın bizə o vaxtı ki, köməkliyin heç kim dana bilməz. Heç kim dana bilməz ha. İndi o bəzi siyonistlər də düşüblər ortaya, ara qızışdırırlar. Gəh bu Azərbaycanla, gəh o müsəlmanları bir-birinə qırdırırlar ki, qoy müsəlmanın sayı azalsın. Fələstinlə bizim nə aidiyyətimiz vardı? Məsələn, Fələstini qırdılar, Suriyanı qırdılar, Qəzzanı qırdılar. Oradakı körpə uşaqlar tir-tir titrəyib, boş alüminium ləgənlər əllərində gedirlər, şorba istəyirlər ki, tökürlər, nə bilim, makaron tökürlər, verirlər, ağlaya-ağlaya gedib o yeyirlər ha. Bəs onu siz görmürsünüz. Bəs onu siz görmürsünüz. İndi həmən hadisəni İranın başına gətirirsiniz. Niyə? Əgər müsəlmanlar elə dəc olsa, biri olsa, birlikləri olsa, heç bir xristiyan dövlətinin gücü çatmaz. Gör, xristiyan dövlətidir. Sağ olsun Çin xalqın. Gör, necə dəstək durdu. Samalyotla yemək tökdü Qəzzalıların, Suriyalıların, nə bilim, Fələstinlilərin başına. Samalyotla yemək tökdü. Nətərlə uşaqlar yügürüşürdülər. O qapıb götürürlərdi. Bəs Çinin ürəyi yanır, xristiyan dövlətidir. O eləyir. Bizim özümüzün canımızdan, qanımızdan olan müsəlman dövlətləri oy eləmir. O Qəzzadakılar o cürə acından öləndə, bəs bizim müsəlman dövlətləri heç olmasa havadan aparıb bir torbada yemək ata bilməzdimi? Bir quru çörək ata bilməzdimi? Görsən, xristiyanın ürəyində rəhim var, bəzi müsəlmanların ürəyində rəhim yoxdur. Bəs axirətdə Allah qarşısına nə cavab verəcək biz? Bax, nə cavab verəcək? İndi İranlıları deyir ki, İran bizim düşmənimizdir. İran bizim düşmənimiz olanda bizə nə qayırıb? Bax, sizə nə qayırıb o düşmən deyənlər? Nə qayırıb sizə? Tərbiyələri yerində, ağılları yerlərində, yeməkləri, heç kimə ki, ehtiyacları yoxdur, özlərini təmin eləyir. Bax, nə istəyirik biz İrandan? İndi niyə biz İsraili dəstəkləyirik? İsrail bizim dostumuzdur, qardaşımızdır. Allah qardaş deyənlərin qardaşını eləsin elə İsraili. Qızlarını da versinlər İsrailliyə, qızlarını da alsınlar İsraillilər. Nə qayırıb İsraillər bizə? Silahını satıb
pulu ilə, artıqlaması ilə neftimizi yeyir, qazımızı yeyir, hər şeyimizi veririk o İsraillərə, deyir ki, bizə dəstək durdu. Bu şey nədir? 40 günlük müharibədə. 40 günlük müharibədə sizə dəstək duran o xristian dövlətləri silahlarını satdılar sizə. Havayı nə verdilər? Bax, havayı nə verdilər? İndi də yenə də İsrailə gedir bizim qazımız, neftimiz. O ilə də bizim otaylıq 40 milyonluq Azərbaycanlarımızı qırırlar. 92-ci ildə nə qədər çadırlar qurdu. Nə qədərinə burada çadırlar quruldu. Nədir, o qaçqın çadırları yadınızdadır mı? Bax, nədir, İmişli rayonunun çadırları quruldu. Beləsuarda, Cəllabadda hamısı qaçqınlar qaldılar. Bəs onları kim elədi? Onun hamısını İranlılar dəstək durdu, elədilər. İndi Allah özü qorusun İranı, Allah özü kömək olsun. Allah haqla geçsin. Haqla geçsin. Nüvə silahı olmasın deyir İranda, amma ki İsrail 9 milyonluq xalqdır. İsraildə ola bilər. Amma 90 milyonluq İranda ola bilməz. Çünki əsarət altında saxlamaq lazımdır axı müsəlmanları. Hansı birində bir balaca qüvvətli silah olsa, qorxurlar ki, baş qaldırarlar. Ona görə də əsarət altında. Biz müsəlmanlar da, mən siyasətdən başım çıxmır, amma qocalığımla yenə də mənim anladığım qədər sizə deyirəm. Bəlkə də səhv də deyə bilərəm. Çünki mən qoca arvadım, siyasətçidirəm, amma gördüklərimi mən, bu telefonda gördüklərimi, televiziyada heç nə yoxdur. Allaha şükür, çılpaq qadınlardan başqa. Bizim televiziya kanalları o işlərə keyf içindəyik, yaşayırıq. Nətər rəqslər. Bu rəqsləri görməkdən adamın gözü nətər deyirlər, qabar olub. Nədirin, nəyə sevinirsiniz? Nəyə sevinirsiniz? Bu qadınlarınızı niyə buraxmısınız çılın-çılpaq bu efirlərə? Kimə göstərirsiniz? Elə sizin o vəzifə başında işləyənlərin qadınlarıdır, xanımlarıdır, qızlarıdır. Orada oynayan çılpaqlar. Kasıb-küsubunu yetimin yesirin orada nə işi var ki? Nəyi var ki o paltar geyinib çıxa ora? Elə özünüzün adamlarınızı, öz evladlarınızı, gəlinlərinizi, qızlarınızı kiməsə reklam eləyib göstərirsiniz. O heç, o qaldı öz yerində. Amma ki, nə qədər haftağa tutan deyərlər, nə qədər siz daşdan istifadə edirsiniz, daharadan istifadə edirsiniz, onlar haftağadan istifadə edirlər təmizlik üçün. Haftağa tutanlar haftağa, bəs siz nə tutansınız? Nə tutansınız? İsrailin 5 manatına hamınız canınızı qurban verirsiniz. Ay pullumuzdular. Tapıb sözü də tarazlaya bilmirəm. Elə mən öz dilimdə sırf nətər danışıramsa, başa düşən düşəcək. Bizim gecəmiz, gündüzümüz yoxdur. Əllərimiz göydə dua edirik ki, ya Allah, özün bu müharibəni yatızdır günə. Özün müsəlmanlara yazığın gəlsin. Hər yerdə bu müsəlmanları, niyə sən fürsət verirsən ki, o Yezidlərə bu müsəlmanları qırır? Allah Teala özü qayda qalsın. Allah İmam Zaman ağanın zührün təcil eləsin, Xudavənd aləm. Bizim gücümüz çatan deyir. Allah özü nəzər yetirsin müsəlmanlara. Sağ olun, salamat qalın. İmam Zaman ağanın zührü üçün bir salavat göndərək gün. Allahümmə səlli ala Muhammed və ali Muhammed. Əcil fərəcə.